Salam əziz valideynlər, görün nə deyirəm. Demək sabah saat 10 tamamda hamısı Filarmoniya bağında şəkil çəkdirir. Viletkanın axırıncı çəkilişidir Filarmoniyada. Şəkil çəkin ora deyim, mən demirəm gəl. Müəllimənin də ad günü ayın axırında onsuz da pul yığmaq lazımdır. Yazığın bilirsiniz ki, şirniyyata qarşı allergiyası var. Yox, şirniyyata qarşı allergiyası yox deyil, şirniyyata qarşı şəkəri var, şəkərə qarşı gülə də qarşı allergiyası var. Yəni bilirsiniz. Şeydir, mən özüm istəyirəm ki, onca ad günü eləyəydi. Yazıq da neçə vaxtı bizim uşaqlarla əziyyət çəkir. Bu belə buraxılışı da bir dənə həll eləyək. Bir dənə buraxılışında pul yığay. Ondan sonra 2 aydan sonra tətil, nə siz mənə görəcəksiniz, nə də mən sizi görəcəyəm. İndi bilirsiniz də bunları mən təşkil eləməliyəm ki, təşkil eləyirəm. Hamınızı çox istəyirəm. İndi sizin valideynlər olaraq qərara gələk. Hər ad gündə şirniyyatla gülüb ağlamayın. Bir dəfə də sepin almışıq, sırğasını almışıq. Elə qalıb, üzükdən zatdan, qolbaqdan zatdan ala bilərik. Şey eləyin. Bir də sinifdə 35 uşaqdan cəmi 6 nəfəri hər dəfə valideynlər şey eləyir. Hamısı bu dəfə qoşulsun, bir yerdə şey eləyək. Nə dərdiniz varsa şəxsimə deyin. Burada çox da şey eləməyin. Pulu çəki bura atın. Kartımı atıram. 41 69 73 88 axırı 03 03 ilə qutarır mənim kartımdır. Yaxşı? Filarmoniya bağı haradır? Filarmoniya bağı. Ora nə deməkdir? Filarmoniya. Gənə ağacsın gedirik də. Biz hər yerdə ağac axtarırıq. Qabağında şəkil çəkdirməyə ad olub bağa gedirik. Bu 4 mövsüm hamı ağacın qabağında. Gör nə deyirəm, müəllimənin ad günü, yenə ad gün. Keçən il elədik də. Gənə nə istəyir bu? Mən ama bəlkə bunu apana allergiyasını müalicə eləyək. Allergiyasını. Gül alay verək də. Bunun allergiyasını məncə müalicə eləsin. Gündən canımız qutarar. Şirniyyatın da şəkəri var. Bunun nəyin mənə bax. Mən heç öz anamın ad günündə bu qədər hədiyyə verməmişəm. İnansa dostluğuma ana məni dünyaya gətirən 9 ay bətnində daşıyan anama. Bu avçarka qoymur bir şey alan. Bu müəllimənin hər şeyini aldım. Ona yanıram. Buraxılışa neyniyəcək? Buraxılsaydı canımız qutarardı. Valla. Buraxılırıq ki. Hər il buraxılış. Hələ buraxılmamışıq. Bu məktəb olmadı ki. Bəlkə dəqiqə elə bir şeydə universitetdə oxuyur mənim uşağım. İllik elə bir pullu məktəbə qoy. Pullu məktəbə qoysa da bu qədər yanmazdım ha. Filarmoniyanın bir dənə kolumum mənə. Məsmə. İnanırsan indi təndirdən gəlmişəm. Lığıma suyan qoltuqlarımın altı ilə şarhaşarla su gedir. Təndirdə belə yanmıram. Səsvə qulaq asanda belə yanıram. Qıza bu Filarmoniyada nə hoqqa çıxardır yaxı bir saat 10 tamamda. Mən qışda o qarda qiyamətdə, o bulvarda şəkil çəkməyə güya getmişim. Məni qarın işləmə tutdu. İnanırsan. Evlə şeyin içində, qarın içində qaldım. Ayağıma soyuq bağırsaqlarım şırhaşar verdi. Öldüm orada. Hamımız tezdən şəkil çəkdirdik. Getdik mən 20-ci yerdə qalanda dedim ki, dədə bala şəkil çəkən mənim qarnım sözümə baxmır. Verib uşağın əlinə o tufanda, qarda gitar yanı. Dedim o şəkil çəkənə də bunun əlinə kamança ver, tar ver, Azərbaycanlı olmayımız bilinsin. Gitar ya nədir? İspanyol. Nə oxuyacaq? Onu oxuyacaq. Heç olmasa ver tarı, kaman ayrılıq. Nəğməsin, çalır bir onu bilsin uşaq. Bu gitar ya dedim nədir? Şəkil çəkən də onun bax mənə. Tir bacı nədir? Dedim bacının qarnı sözünə baxmır. Bacı burada ölüm. Nə bacı kül bacımın da başına bacının işi şaraşar işi. Öldü bu. Gələndən sonra 2 ay bağırsağımı dayandırmağa çalışmışam. Hələ indi də odur. Gör nə deyirəm. Müəllimənin ad günü soğuya qalsın. Qıza bunun neçə yaşı oldu? Bunun 70 yaşı oldu. Bu haçan çıxacaq pensiyaya? Haçan pensiyaya çıxacaq? Biz də bilək biz öldük ki qıza bu bizlə bir yerdə. Bizim qız uşaqlar 11 qutaranda bu da pensiyaya çıxacaq. Yanaram o vaxtı pensiyaya çıxsa inanırsan. Yanaram. Bu şeyə də ki, bu qutarlışa, buraxılışa. Nə qədərdən yığsız ol. Mən saray gedir, təndirdə yanır, məktəbi dolandırmaq üçün. Sonra deyirlər, saray elədi. Adımı da düz deyirəm. Saray elə, saray belə. Ay mənim yaxşımı qoyub pisimi danışanım var ha. Bağırsağımın gününə qalsın günü. Məsmə, inanırsan baba şaqqınlayır. Deyir ki, fərqi yoxdur. Filarmoniyaya gələcək. Uşaq alıb olar, Nəslin gözünü də bilirsən. Gələrik, orada şəkilimizi zadını səkdirərik. İndi ağac qabağıda, ağac dalıdır. Siz də səs eləməyin də hər bir şey üçün gələ dava şova salasınız. Müəllimənin ad günündə nə eləyəcək? Onu kartı dinə, pulu dinə atay. Bir də qəlbə sözü kürk eləyi. Uzun üzəri danışıbsan. Sarar, başıma dönərəm, yanan canıma canım qurban olsun sənin bazı. Hələnin bir
deyirəm də Qeyrət abla, babam kimidir, ilahi. Yarı yaraşıqlı kişi. Mənim yoldaşım icazə vermir. İndi ben ondan her bir şey filarmoniya bağı diye bağ var. Filarmoniya necə bağdır ki? Oraya gidəndə mən bilmirəm ki, mən çöl bağı görmədiyimə görə. Mən həm bir şey deyirəm ki, ilahi, məni gözəl yaradmayaydın da. Mən də çöl bağı yüzü görəydim. Quş olub qəfəsdə qalmayaydım. Bilmirəm ki, indi o yoldaşım gəlsin, mən ondan öyrənib sizə hər bir şey deyəcəm. Narahat olmayın. Məsmə, gözümüz aydın olsun. Gözəl günlər görək Məsmə. Uşağın başını yuyum ki, yoxsa bədəni yuyum, avara qaldım. Mənə bir dinən başım birinci yuyum, yoxsa bədəni yuyum. Onu deyən gələri, niyə gəlmə uşağı heç bir şeydən dala qoymuram. Onu bir dənə yuyundursam qutardı getdi. Müəllimənin ad günündə hədiyyə. Sırğa deyirsiz, sırğa olsun. Olar ki, sırğa da bijuteri olsun, gümüş olsun. Olmaz? Bəlkə olar. Buraxılışa da buraxılış eləyərik. Nəyi buraxacaq? Havaya məncə şar buraxay. Göyərçin buraxay. Asma, sana tutaram, 2 şaqqı eləyərəm ha. Ad günə deyir, sırğa alay, nə alay. Sırğanı qoyur, sonra deyir ki, sizin fikriniz önəmlidir. Qısa, mən nervasat adamam, nervim bilsən nədir? Həkimə gedmişəm, deyir, nervin ortadan çartlayıb, düşünürsən? Düşünə bilsən, bunu kim çartladıbsa? Mənim evdə hər kəs Nazımla oynayır, Məsmə. Sənsə, sonra bazı başıma dönər, sən orada yanırsan, can, qurban olaram sənə. Bu Əli Balagilə bax, Əli Balagil, sizdə hamısı hər şey qaydasında ola bilər. Maşallah, bizdə də yaxşıdır. Maşallah, ərim hər şeydən məni qabağa qoyar ki, dala qoymaz. Bütün sinif elə deyil axı, bütün sinif elədir. Buraxılış edirik, indi müəllimə deyər, buraxılışda da mənə də hədiyyə verin, əziyyət çəkmişəm. Hər bir şeydə əziyyəti müəllimə, biz doğmamışıq, biz bu uşağı doğmamışıq. İndi biraz keçər deyər, bunları mən doğmuşam. Uşaqların ad günündə müəllimə bir dənə qaqqa alıb uşaqlara vermir. Bir dənə qaqqa verir, qaqqa. Nabat ver. Uşaqların ad günü sayılmır bala, bunun ad günü sayılır. Hər şey bunun üçün eləyirik. Keçən dəfə dedim, mən bu gitaryanı soxacağım şəkil çəkən boğazına. Verim uşağa, nə boyda gitaryanı qoyub mənim oğlumu ortalıqda. Uşaq deyir, ana mən gitarya istəmirəm, mənim uşağım nağaranı sevir. Dedim, bir nağara gətir. Sənin sözün olmasın, sonra bu dedim, bu gitarya bizim deyir axı. Nağara ver, qoşa nağara ver, qoy uşaq şaqqılasın orada da. Bir dənə mənim uşağım qoşa nağara çalar. İlah, pərverdigara, biz ailədə mənim qaynatım klarnet çalandı. Heç olmadı dedim, deyəydim, mən klarneti gətirəydim, verəydim uşağın əlinə, şəkil çəkən məndən deyildi. Mən də şəkil çəkənə dedim, sən öləsən, bu gitaryanı başında sındıraram, müsibət düşdü. Keçən dəfə B sinifi gedib atın belini şəkil çəkdirib, at da Muraddır. Bizimkiləri apar, biz desə, atı zadı yaxından görəydim. Mən heç at görməmişəm, yaxından, inansan, inəyi zadı görmüşəm, qoyun, at görməmişəm. Görərdim, bəlkə mən də minərdim ata. Deyir özdə, at da əsəbləri sakitləşdirir ha. Bəlkə sakitləşərəm, əsəbim sakitləşər. Müəllimən əsəbim sakitləşər diyor. Yoxsa mən bax, indi bu yaz dərmanımı indi bu dəqiq atmışam, biraz slabiyam. Birazdan nə olaram bilinməz. Yığışdırım bu söhbəti, müəllimən ad günü söhbəti qutardı. Söhbəsti da, sırğa mırğa almıram mən ona. Almıram, sırğa qutardı getdi. Anduş, siz də VES Azərbaycanı almışsınız, sən də ağlamayda birinci səviyyə. Bu kişinin qılığına girən vaxt olmur. Axırda biz zaten söhbət eləmişsiniz, dövlətdən söhbət eləmişsiniz. O vaxtı bir deyirəm ki, müəllimən ad günündə bir dövlətdən danış, bir siyasətdən danış, ortaya saldı onu. Da bildin nə deyirəm, bacı qrupdur, ağzımı açmıram. Özüm heç nə demirəm qrupda. O günləri mən söz demişəm. Mənim sözümü kastrabat, koprifisafat, safravat elib atıblar müəlliməyə. Müəllimə mənə yığdı şəxsimə, məni ağyudu, qara sərdi. Utanmısın, onu bilən mənim səsimi kimi kastrolka eləyir, atır müəlliməyə ya. Allah and olsun. Köynəyimi geyinsin, heç nə demirəm. Köynəyimi, evdə lov düşdü. Qaynanam mənə dedilər, bu ortalığı həmişə qarışdırırsan. Pis dedim, sinifə tərəf dedim. Mən həmişə sinifə tərəf danışmışam, səsim kastrolka olur, gedir şeyə. Onu nə deyirlər, barmaq bassan, bu şərəsi olur, gedib atıblar müəlliməyə. Ay, iş verənlər 200'lülər. 200'lülər. Hamı 200'lüdür. 3-4 nəfərdən başqa. Kosmevet eləyirlər. Çıxardım mənim başım qrupda. Ədəbiyyatdan nə verib, ədəbiyyat? Onu bir dənə zəhmət olmasa deyərdi, ədəbiyyatla, tarixdən nə verib, summativ haçandır.